Akıl Bakdadı kanalında Cici Hak Qərdək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Qasim əmi və Həzrət Zəhranın evi. Biri var idi, biri yox idi. Uca dağların, geniş çöllərin arxasında Qasim əmi adlı mehriban və nurani bir insan yaşayırdı. Onun saçları ağarmışdı. Saqqalı qısa idi. Amma üzündən elə bir müdriklik və sevgi saçılırdı ki, onu görən hər kəsin qəlbi isinərdi. Uşaqlar onu çox sevirdilər. Çünki o, hər kəsə bir ata kimi mehriban davranırdı. Bir gün Qasim əmi başqa bir yerə köçməli oldu. Amma öz doğma evini satmadı. Həzrət Zəhra salamullah əleyhanın xatirəsinə əzadarlıq məclisləri keçirmək üçün saxladı və adını Beytüz Zəhra, yəni Zəhranın evi qoydu. Hər il Həzrət Zəhra salamullah əleyhanın şəhadət günlərində Qasim əmi uzaqlardan gələr, bu evdə əzadar məclisləri təşkil edərdi. O hər işdə özü iştirak edərdi. Stulları düzəldər, su gətirər, evi süpürərdi. Bir dəfə Beytüz Zəhrada təmizlik üçün xadimlər gətirdilər. Onlara dedilər ki, ayaq yolunu da təmizləsinlər. Qasim əmi bunu eşidəndə dərhal aşağı enib dedi. Yox, bu işi siz etməyin, bu işi mən görəcəm. Amma Qasim əmi, siz niyə? Dedilər təəccüblə. Qapını bağlayın və heç kimi içəri buraxmayın, dedi və o içəri keçdi. Qasim əmi öz əlləri ilə ayaq yolunu yumağa başladı. Su soyuq idi, iş də ağır idi. Amma o yorulduğunu hiss etmirdi. Üzündə sakit bir təbəssüm vardı. Təxminən 45 dəqiqədən sonra alnının tərini silə-silə bayıra çıxdı və gülümsəyərək dedi. Axır ki, mən də Həzrət Zəhra salamullah əleyhanın əzadarlığı üçün bir iş görə bildim. O gündən sonra Qasim əmi hər zaman deyərdi. Həzrət Zəhra salamullah əleyhanı sevmək təkcə sözlə deyil, əməllə olmalıdır. O, Həzrət Zəhra salamullah əleyhanı çox sevərdi. Hər çətinlikdə ona dua edər, kömək istəyərdi. Xanım salamullah əleyhanın dostlarını da sevər, onlara böyük hörmət göstərərdi. Əziz balalarım, xanım Zəhra salamullah əleyhanın şəhadət günləri yaxınlaşır. Ona görə də Qasim əminin sözlərini xatırlayaq. Sevgi təkcə dildə yox, əməldə olmalıdır. Bəlkə biz də xanımın şəhadət günlərində xatirəsi üçün nəsə gözəl bir iş görə bilərik. Evdə bir guşəni təmizləyib, Zəhra guşəsi adlandıraq. Bir salavat deyək və xanıma hədiyyə edək. Allahümmə salli ələ Muhammed və ali Muhammed. Birinə kömək edib, bunu xanım Zəhra salamullah əleyhanın sevgisinə görə edirəm deyək. Beləcə, bizim də kiçik əməlimiz Beytüz Zəhra kimi mübarək bir xatirəyə çevrilər. Unutmayaq, Həzrət Zəhra salamullah əleyha insanlara xidmət etməyi,
təmizlik və mərhəməti sevirdi. Ona görə kim bir ürəyi sevindirirsə, kim bir evi işıqlandırırsa, o da onun yolundadır. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.